Azərbaycan xalqım, sizin qarşıdan gələn hər iki bayramınızı səmimi qəlbdən təbrik edirəm. Sizə və ailənizə, bütün Azərbaycan ocağına, bütün Azərbaycan xalqına Allah gözəl günlər nəsib etsin. Bu bayram təbrikini görürsünüz, evimdən mən sizi təbrik edirəm. Mənim vəkilim Asim müəllim də buradadır. Mətbuatda bu sizin barənizdə çıxan hökmün daha doğrusu şərti hesab edilən hissəsini biraz yanlış formada tirajladılar. Onun qabaq hissəsini tirajladılar. Mən bu məsələyə toxunmaq istəyirəm. Şərti olmağını tirajlamadılar bəziləri və yaxud da o hissəyə müəyyən insanlar diqqət yetirmədi. Bu gün o şərti hissə o deməkdir ki, cəzanın şərti hesab edilməsi. Yəni sizin əslində həyatınızda elə bir ciddi formada dəyişiklik yoxdur. Yeni evinizdəsiniz, ailənizin yanında, işinizdə eyni formada davam edirsiniz. Sadəcə belə deyim də, sizə bir sınaq müddəti qoyulur. Bu müddət ərzində siz öz davranışlarınızla, digər hərəkətlərinizlə islah olunduğunuzu belə deyim də diqqətə çatdırmalısınız və daha sonrasında isə təbii ki, bu şərti hissələr olunur və yekunda ümumiyyətlə məhkumluq bu hissədə ödənilmiş sayılır. Münasibətimi bildirmək istəyirəm. Qanun çərçivəsində vəkilim izah elədi. Yəni mən sizin yanınızdayam. Bütün tədbirlərdə iştirak eləməyimə, həyatda heç bir davranışıma, ondan sonra fəaliyyətimə necə deyirlər, məhdudiyyət qoyulmayıb. O mənada mən sizlərlə bir yerdəyəm və yekun olaraq istəyirəm ki, mənim ilk dəfə başıma belə bir iş gəldi. Mən məhkəmə qarşısında heç vaxt olmamışdım bu yaşıma qədər. Və mən o vaxtlar elə söyləyirdim ki, mən hüquqi bir dövlətdə yaşayıram və qanun deməli bütün Azərbaycan vətəndaşları üçün daha doğrusu eyni məna daşıyır. İstəyir mən xalq artisti olum, müxtəlif mükafatların sahibi olum. Qeyri-vətəndaşlar kimi mən də o hüquq qarşısında boynum qıldan incədir hər zaman. Amma bu mənada mən həm dövlətimi, həm hüquq orqanlarında bizim əziyyətimizi çəkən necə deyirlər, məmurların hamısına təşəkkürümü bildirirəm və sonda demək istəyirəm ki, mən həmişə sizin qarşınıza musiqilərimlə, gözəl melodiyalarımla, gözəl nəğmələrimlə çıxım, sizə həmişə o enerjini ötürüm, sevinci bəxş edeyim.